Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Həvəskar futbol liqasından hər birinizi xoş gördük. Günün 5-ci qarşı durmasında sizə Mini Futbol Klubu və Vedor komandası qarşılaşır. Hər iki komandaya da uğurlar arzulayırıq. Bol qollu, haqq, ədalətli, gözəl bir maç deyirik hər iki komandaya da. Sizləri indi komandaların heyətləri ilə tanış edim. İlk öncə Zirə komandasının heyətləri belədir. Qapıda 1 Tural, 10 Baba, 17 Maksud, 19 Sənan, 69 İmanverdi, 77 Elgün komandanın kapitanı, 2 Həsən, 8 Kənan, 23 Əskər və 9 Səlim. Vedor komandasının heyətləri belədir. Kapitan Nicat, Qorxmaz, Faiq, Bayram, İlyas, qapıda Zeynal, Aydın və Rüfət. Hər iki komandaya da yenidən uğurlar arzulayırıq. Layiq olan qazansın deyirik. Bayram topladı indi. Qarşı kəsildi İmanverdi tərəfindən. Out. Bayram altı yeni yetirdi. Qorxmaz oynadı. Qorxmaz ayaq saxladı. Bayram dönmüşdü qapısını. Yenidən Bayram. Uzun ötürmə. Elgün araya girmişdi ama top meydanda qalmadı. Top meydanı tərk etdi. Out. Out Vedor komandasınındır. Outdan topuna daxil edildi ama xəta başlaydı ötürmədə. Bu zərbəni qalkiper dəf eləməyi bacardı Zeynal. Gözəl sevlə komandasını qoldan xilas etdi. Zirə komandası indi out yeni yetirdi. Maksud zərbəsi indirdi ama bu zərbə çərçivədən bir xeyli aralı keçdi. Qapıdan zərbə ilə indi top oyuna daxil edildi. İlyas Tümülə səhvi o verildi. Top qapısı qalmadı, qapısı da indi. Top meydanı tərk etdi. Qapıdan zərbə olacaq. Zeynal qapıdan zərbə ilə top oyuna daxil etdi. İlyas oynadı. İlyasın ötürməsi kesmədi. Out Vedor komandası outdan top oyuna daxil etdi. Qorxmaz sol cantan yaxşı tutdu. Qorxmaz özü irəli Qorxmaz. Ayaq saxlayır. İndi ötürməsini etdi. Qapı 9 zərbə gəlir. Son anda qalkiper komandasını qoldan xilas edir bu dəfə. Zirə komandasının qalkiperi komandasını xilas etdi. Qapı 9 zərbə gəlir. Asfəqlə top çərçivədən yan keçdi. Maksudun bu zərbəsi də bir xeyli təhlükəli alınmışdı. Ama bu zərbəsi çərçivəyə tuş gəlmədi. Azda fərqlə dirəyin yanından meydana tərk etdi. Sağdan ötürmə Rüfət istiqamətində. Rüfət gəlişinə zərbə indirməyi düşündü. Bu zərbə dəqiq alınmadı. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Sənan yanında kapitan Elgün oynadı. Maksud. Maksudun qarşısında Rüfət var. Elgün oynadı. Elgün uzaq məsafədən zərbəsi indirdi və gol! Elgün! Uzaq məsafədən müdafiəçiyə deyil, top da istiqamətini dəyişdi və top tora daxil olur. Zirə komandası hesabı astı bu golla. 1-0 olur hesab. Out yeni yetirildi. Sənan. Uzun ötürməyə qalkiperdə. Digər qalkiperdə uzaqlaşdırmaya bacardı ama top indi Zirə komandasında da. Solda Maksud istiqamətində ötürməyə top Maksuda çatmadı. Out. Vedor komandası outdan top oyuna daxil etdi. İlyas soldan da Qorxmaz oynadı. Qorxmaz cümləsi keçmədi. Top Zirə komandasında da hal-hazırda. Uzun ötürmə Turaldan, qalkiperdən. Maksudun ötürməsi dəqiq alınmadı. Out. Qorxmaz cümləsi Elgün blok qoydu. Elgün yenə də imkan vermədi Qorxmazın ilerləməsinə. Out. Qorxmaz özü də out'u dərhal yeni yetirdi. Rüfət yenidən Qorxmaz oynadı. Rüfət Sənan girdi araya. Zirə komandasına əks hücumunu izləyiblərik. İmkan vermədi Rüfət. Blok qoydu, ötürmənin qarşısını kəsməyi bacardı. Out. Bu zərbə öz komanda yoldaşına tuş gəldi. Babanın bu zərbəsi öz komanda yoldaşına tuş gəlmişdi. Sənan topladı indi. Sənan döndü qapısına.
Turaldan uzun ötürmə. Top Babada da hal-hazırda Baba. Biraz geriyə çəkildi, geriyə ən geri qapılarını ötürməkdir. Uzun ötürmə. 50 oyun təyin etdi hakim. Cərimə zərbəsi yerinə yetirəcək Zirə komandası. Elgün qapıya zərbə indirir. Dəf etdi qalkiper. Bu zərbəni top uzaqlaşdırıldı. Altdan top oyuna daxil edildi. İmamverdi. Ən geri qapısına ötürmə gəldi. Turaldan uzun ötürmə Maksud istiqamətinə. Maksud top meydana saxlaya bilmədi. Out. Out yöneticiləri qorxmaz. Qorxmaz qapıya doğru zərbə indirir. Top cəsibədən aralı keçdi. Son toxunuş Zirə komandasındandır. Korner. Faiq indi korneri yerinə yetirəcək. Faiq qapı qarşısına ötürmə gəlir. Qorxmaz istiqamətinə gəldi top. Qorxmaz. Top onda da hal-hazırda. İmamverdi topunu alma bazar. İmamverdi qapı doğru zərbə indirir. Son anda qalkiper. Son toxunuşları İmamverdidəndir. Qapıdan zərbə olacaq. Zeynal qapıdan zərbə ilə top oyuna daxil etdi. İlyas oynadı. Divar paslaşması düşünürdü. Top meydanda qalmadı. Elgün altdan. Top oyuna daxil etdi kapitan. Yenidən Elgün. Babada qala top ilə hal-hazırda. Maksud oynadı. Maksud. Ayaq saxladı. İmamverdi. İki nəfər hafızın çıxması aşır. Top əldə İmamverdidədir. Maksudun zərbəsi top. Qapının yanından meydana tərk etdi. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyunu daxil edildi. Qorxmaz ilə demək mümkün olmadı. İmamverdi. Maksud zərbəsi indirir. Qalkiper. Dəf eləməyi bacardı bu zərbəni qalkiper. Maksud out yerinə yetirdi. Pidoğu zərbə son anda qalkiper gözəl reflekslə bu zərbəni dəf eləməyi bacardı. Korner yerinə yetirdi Zirə komandası. Out. Maksud outdan top oyuna daxil etdi. Sənan oynadı. Sənan irəliyə uzun ötürmə müdafiədə. İlyas qarşılayır. Out. Out Zirə komandasınındır. Faiq indi. Tək başına da irəlidə Faiq. Sənan topu ondan almağı bacardı. Topu komandasına qazandırdı. Maksud çəkdi sağına. Maksud zərbəsi indirir. Son anda Bayram və korner. Müdafiədə Bayram inamlı oynadı bu epizodda. Korner. Sağ ağzına oturma gəldi Bayram. Yüzatı düşündü. Yüzatı öncə qalkiper. Çıxdı və topu uzaqlaşdırmağı bacardı. Yerdə qalan bir oyuncusu var. Oyun yenidən şəhliyi qazandı top qapısı. Turala qədər gəlib çatmışdı. Sənan topladı indi. Pidoğu zərbə gəldi Qorxmazdan. Sənandan blok gəlir. Korner. Qorxmaz korner yeni yetirdi. Başına zərbə gəlir amma top çərçivəyə tuş gəlmədi. Kapitanın bu zərbəsi. Torab qovuşmadı. Qapıdan zərbə ilə artıq top oyuna daxil edilib. Səlimin bu ötürməsi dəqiq alınmadı. Yenidən Səlim. Sağca ötürmə. Baba. Qapı qarşı ötürmə. Qapı tiri. Qapı tiri qola mane oldu. Qapı tiri. İkinci qola mane oldu Zirə komandasının.
Qorxmaz döndü geriyə İlyas. İlyas topu özünü yaxşı saxladı. Qorxmaz oynadı. Top İmamverdidən meydana tərk etdi. Out. Qorxmaz outdan top oyuna daxil etdi. Yenidən Qorxmaz topladı. Səlim topu ondan alır. Ötürməsini etdi indi. Qapı 9 zərbə gəlir. Top bayrama deyilir. Meydana tərk etdi. Korner. Kenan idi bu zərbəni indirən. Yerdə qaldı. Həsən və ona qarşı qayda pozuldu. Pis səsləndi. Dəmir Ötəyin qapı 9 zərbə. Son toxunuş. Qalkiperdəndir. Zeynaldan korner. İmamverdi. Korner yeni yetirdi. Qapı qarşı ötürmə zərbə gəldi. Qalkiper dəf etdi. Müdafiədə Rüfət uzaqlaşdırır top. Zirək komandasının qalkiperinə qədər gəlib çatdı. Uzun ötürmə Turaldan. İmamverdi. Bayram topladı. İndi topu rəqibini almağa bacardı Bayram. Özür edir Bayram. Top ikisi gəldi. İndi İmamverdi. Sağ ağzına ötürmə Səlim istiqamətinə biraz ötürmə sürətdə alındı. Topa çatmaq mümkün olmadı. Out. Out yeni yetirildi. Sağında qal top. Sağında qüvvətli zərbə. Qalkiper. Dəf eləməyi bacardı bu zərbəni. Korner. Korner yeni yetirildi. İmamverdi. Səlim oynadı. Səlim bu ötürməsi dəqiqə alma top meydana tərk etdi. Qapıdan zərbə edildi. Top oyuna daxil edildi. Qorxmaz. Top elə də Qorxmazlar da yerləməyə çalışır. İndi ötürməsi etdi Faiq istiqamətinə. Faiq yenidən Qorxmaz qapısı özü. Dərbəsini indir amma top çərçivəyə tuş gəlmədi. Daraqbəylik qoluna çox yaxınlaşdı Velor komandası. Amma bu zərbə dəqiq alınmır. Zərbə atı topu yenitirdi İmamverdi. Qalkiper vaxtında qapısı tərk etdi və təhlükənin qarşısını almağa bacardı. Out yeni yetirildi. Soltuna ötürmə. Kenan. Səlim oynayır. Səlimin zərbəsi top qapının üzərindən meydandan çıxdı. Qapıdan zərbə ilə artıq top oyuna daxil edilib Bayram. Out. Yenidən out. Zirə komandası outdan top oyuna daxil etdi. Həsən topladı. Baxır qapıya. Zərbəsi indir və gol! Həsən uzaq məsafədən dəqiq zərbə ilə topu Velor komandasının qapısından keçirməyi bacarır. 2-0 etdi hesabı bu golla. Zirə komandası hesab fərqini 2 topa çatdırdı. Qalkiperdən uzun ötürmə Rüfət istiqamətinə. Top meydanda qalmadı. Qapıdan zərbə artıq yeni yetirilib. Qazanan topu yenidən Rüfət. Faiq oynadı. Faiq zərbəsi indirir. Son anda Qalkiper və korner. Tural bu zərbəni dəf eləməyi bacarır. Korner yerini yetiriləcək. Korner yetirdi. Qorxmaz gəlişinə zərbə indirdi. Sanan topu başla kornerə göndərdi. Nicat qapı qarşı ötürməz. Təkrar zərbə Rüfətdən, amma çərçivəyə tuş gəlmədi bu zərbə. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Bu ötürmə Qorxmazda qalır. Qorxmaz topu komanda qazandırdı. Qorxmaz ilerləmək mümkün olmadı. Kenan kəsdi qarşısını. Alt yeni yetirəcək Qorxmaz. Qapı qarşısına ötürmə gəlir. Başla zərbə Bayramdan. Uzaqlaşdırıldı Sənan tərəfindən. Həsən topu indi uzaqlaşdırdı.
Qorxmaz. Top özündən də Qorxmazdan zərbə indirməyə imkan vermədi. Həsən müdafiədə. İnamlı oynadı bu epizodda. Qorxmaz 2 nəfər var arxasında və topu ondan aldılar. Səlim istiqamətini ötürməyə Bayram. İmkan vermədi top. Rəqibinə çatsın. Out. Velor komandası outdan top oynadı, daxil etdi. Qorxmaz. Solcan ötürmə. Qapı qarşı ötürmə gəlir və gol! Qorxmaz fərqləndi. Qorxmaz 2 cavabsız qoldan birinin əvəzini çıxmağı bacardı. Ümidləndirir bu qolla komandasını Qorxmaz. 2-1 olur hesab. Mərkəzdən bu dəfə Zirə komandası, Zirə mini futbol komandası top oyuna daxil etdi. Həsən. Pedro zərbə gəlir, son anda qalkiper və korner. Əskərin zərbəsini qalkiper Zeynal dəf eləməyi bacardı. Korner yeni yetirir, qapı qarşısına ötürmə. Zeynal topu uzaqlaşdırdı. Top Kənanda qalır, Kənan. Keçə bilmədi burada Rüffətin də əksuma çıxması Aşir Velor komandası. Nicat qapıya zərbəsini indirdi bu zərbə. Qeyri dəqiq alınır top. Qapının üzərindən meydanı tərk etmişdi. Out. Rüffət out'u yeni yetirdi. Bayram oynadı. Bayram. Top Həsəndə qalır. Top çıxısı gəldi. Velor komandası Həsən yeni uzaq məsafədən zərbəsini indirdi, amma bu dəfə çərçivəyə tuş gələ bilmədi. Zərbə artıq yeni yetirib, out. Geriyə ötürmə. İlyas uzaq məsafədən qüvvətli zərbə, amma bu zərbə qeyri təq alındı. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Əskər istiqamətini ötürmə. Nicat topu rəqibindən almağı bacardı. Top hal-hazırda Velor komandasındadır. Riskli ötürmələr uzaqlaşdırıldı Nicat tərəfindən, amma top hələ də öz komandasındadır. Pedro zərbə! Qapı tiri qolama nə olur? Faik topladı indi, Faik. Yayılmək mümkün olmadı, top Zirə komandasına qalır Həsən. Qorxmaz topladı. Sağ ağzına ötürmək gəldi. Nicat istiqamətə, Nicat kapitan. Faiki gördü. Qorxmaz topu oyunu saxlamağı bacarır. Geriyə çəkildi bir qədər. Sağ ağzına ötürmə Nicat istiqamətinə, amma Nicat topu istədiyi kimi ram edə bilmədi. Top meydanda qalmadı. Out. Zirə komandasınındır. Yenidən out. Əskər outdan top oyuna daxil edib Sənan oynadı. Sənan uzun ötürmə Əskər istiqamətinə, top qapısının nəzarətində. Meydanı tərk etdi. Dərhal da qapıdan zərbə ilə top oyuna daxil etdi. Faik topu komandasına qazandırır indi Faik. Bayramı düşündü, Əskər imkan vermədi. Nizatda qalır top indi. Nicat, ötürməsi Faik istiqamətinə dəqiq alınmadı. Uğursuz alındı bu ötürmə. Zirə komandası outdan top oyuna daxil etdi. Səlim. Solca ötürmə, Kənan. Qapı qarşı ötürmə, Kənan və gol! Zirə komandasının 3-cü golu gəldi. Kənan fərqlənir. Hesab fərqini yenidən 2 topa çatdırdı bu qolla Kənan. 3-1. Mərkəzdən top oyuna daxil edildi indi. Velor komandası tərəfindən. Maksud topu qazandı. Maksud ötürməsini etdi. Zərbə də gəlir. Gol da gəlir. Zərbə də gəlir. Gol da gəlir. Kapitan dubl edir. Dubl etdi kapitan bu golla. 4-1. Oyun yenidən hərəkətli qazandı mərkəzdən. Maksudun bu zərbəsi dəqiq alınmadı.
Top meydana qalır Bayram. Top indi Əskərdən meydana tərk etdi. Out. Bayram out'u yeni yetirdi. Faiq oynadı. Yenidən Bayram istiqamətə ötürmə amma bu ötürmə dəqiq alınmır. Zirə komandası out'dan top oyuna daxil etdi Əskər. Səlim oynadı. Yenidən Əskər sağdan ötürmə İlgün. Səlim. Əskəri gördü Əskər. Sol. İndi Bayram istiqamətə ötürmə. Bayram qapısı öz bölü ötürmə. Seydi qapı qarşısına. Amma Faiq topu qapı istiqamətinə göndərə bilmədi. Top biraz Faiqin gerisinə düşmüşdü. Çətinliklə zərbə indirdi və nəticə etibarilə topu qapıdan keçirməyi mümkün olmadı bu epizodda. Ötürmə dəqiq alınmadı. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək indi. Edildi artıq dərhal Səlim. Topu yenidən komandasına qazandırdı. Elgin oynayır kapitan. Səlimi düşündü. Nizat İlyas kəsdi bu ötürmənin qarşısını. Out. Qapı doğru qüvvətli zərbə Əskərdən top qapının üzərindən meydanı tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Out yetirdi. Maksud girdi araya. Maksud ötürməsini etdi. Göndərib və sindirdi və gol! Arda qollar Elgündən. Ettirik etdi bu qolla kapitan. 5-1 olur hesab. Mərkəzdən yenidən top oyuna daxil edildi. Velor komandası tərəfindən Zeynaldan uzun ötürmə. Qorxmaz istiqamətinə dəqiq alınmadı. Out, Zirə komandası out'dan top oyuna daxil etdi. Həsən. Maksud istiqamətinə aydı. Gözə ötürmə gəldi. Maksudun zərbəsi Tireyə tuş gəlir. Əskər topladı yenidən. Ötürməsini edir. Elgün bıraxır Həsənə. Zərbəsi Həsənin qolkiper. Bu zərbəni dəf eləməyi bacardı. Zeynaldan uzun ötürmə müdafiədə. Səlim qarşıladı. Maksud da qalır top indi. Ötürmə kesmədi. Nicat bu ötürmənin qarşısını kəsdi. Topu komandasına qazandırır Nicat. Nicat ötürməsini etdi. Rüfə zərbəsinə blok gəldi. Turaldan. Korner. Hakimov səsləndi, ilk hissə başa çatdı. İlk hissə Zirə komandasının 5-1'lik üstünlüyü ilə başa çatdı. İkinci hissədə yenidən görüşmək ümidi ilə hələlik deyirəm. İkinci hissədən təkrardan hepinizi xoş gördük futbol sevərlər. İlk hissə Zirə komandasının 5-1'lik üstünlüyü ilə başa çatmışdı. Bacı ikinci hissədə biz nə cür bir qarşıdurma gözləyir? Velor komandası geri dönüş edə biləcəkmi, yoxsa Zirə komandası üstünlüyü qoruyub saxlayacaq mı bu arada? Maksudun bu zərbəsi dirəkdən qayıdır. İkinci isə başlar başlamaz Zirə komandası qola çox yaxınlaşdı Maksud tərəfindən. Fedov zərbə gəldi, top qapının üzərində meydanı tərk edir. Buradan zərbə ilə top oyuna daxil edildi. Qorxmaz zərbəsi indirir top. Çərçivənin yanından meydanı tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil edilib Elgün. Türməsi Bayram. Top komandasına qazandırdı. Faiq zərbəsi indirir. Son anda qalkiper. Tural bu zərbəni dəf eləməyi bacardı. Sol ucuna ötürməyə qalxmaz topu. Ram edə bilmədi. Out. Zirə komandasındır. Zirə mini futbol komandası. Top oyuna daxil etdi. Out'dan İmanverdi topladı. İmanverdi.
Sol ucuna ötürmə. Sənan qapı qarşısı ötürmə düşündü. Ötürmə dəqiq alınmadı. Top meydana tərk edir. Qapıdan zərbə ilə. Top oyuna daxil edildi. Yanında İlyas oynadı. Qalkiper. Out. Out Velor komandasında. İzzat Altı yeni yetirdi. Maksud girdi araya. Maksud zərbəsini indirir top qapının üzərinə. Meydana tərk etdi. Ecun zərbəsini indirir amma bu zərbə dəqiq alınmadı. Bayram yaxşı keçdi rəqibini Bayram. Özür eləməyə çalışır. İndi ötürməsəli qoxmaz. Qapıya zərbə indirir. Top direyə deyil. Meydana tərk etdi. Qapıdan zərbə ilə Tural topu oyuna daxil etdi. Maksud oynadı. Sol zinaqda Maksud. Bir rəqibini keçdi Maksud. Bayram indi topu səliqəli şəkildə ondan almağı bacardı Maksuddan. Ötürmə irəli. Tərs bir toxunuş. Top kornerə yollandı. İcaf korneri yeni yetirdi. Qalkiper topu uzaqlaşdırma bazardı yumruqlarla. Sənan topladı indi. Sənan. Sol ucuna ötürmə. İndi qapıya zərbə gətirir. Zərbə də gəlir Qalkiper. Təkrar zərbə. Top səsifədən yan keçdi. Hakim avantajı bıraxmışdı o epizodda. Kapitan zərbə ilə top oyuna daxil edilib. Yas, Faik oynadı. Tək dolanıcıda qoxmaz, qamata ötürməyə qoxmaz. Qapıya doğru zərbə. Fərqlə top çərçivədən aralı keçdi. Qapıdan zərbə ilə artıq top oyuna daxil edildi. Kapitan Elgün İmanverdi ilə oynadı. İmanverdi yaxşı. İrəliyir indi İmanverdi. Çəkdi sağına. Ötürməsini etdi. Ötürmə düşündü, getmədi. Zərbə gəlir. Təkrar zərbə və gol. Kapitan yenə fərqlənir. Elgün arda-arda qollar bugün. Elgün komandasının qol yükünü sinirlərinə götürüb. Poşer edir bu qolla. Özünün 4-cü komandasının 6-cı qoluna imza atdı. Bu zərbə dəqiq almadı. Anlaşılmazlıq yaşandı müdafiədə. O fürsətdən istifadə etməyə çalışdı Maksud amma zərbəsi qeyri dəqiq alınır. Faik'in zərbəsi Qalkiper. Təkrar zərbə. Top müdafiəçilərə dəydi. Blok qoydu baba. Hakim fürsəsində cərimə zərbəsi indi yerinə yetirildi. Sənan topladı. Sənan uzun ötürmə irəlisi. İmanverdi istiqamətdən Qalkiper. Burada Qalkiperə qarşı qayda pozuldu. Cərimə zərbəsi dərhal yeni yetirildi. Bayram irəlimə mümkün olmur. İmanverdi qal top. Zirə komandasında topu ilə hazırda. İmanverdi. Rüfət imkan vermədi. Out. İmanverdi. Hakim davam deyir. Bayram irəliməyə çalışır. Sağ davam etti Bayram. Qapı qarşı ötürmə. Yox, qapıya zərbə oldu bu. Top meydana tərk etdi. Buradan zərbə ilə top oyuna daxil edildi. Uzun ötürmə irəliyə. Uzaqlaşdırıldı. Out. İmanverdi döndü geriyə. Səlim. Sənan oynadı. Sənan. Sağ zinaqda. Baba var. Baba ara ötürməsi yaxşı anır. Maksud istiqamətinə. Maksud birbaşa.
Bu bıraxdı ki, top qapı istiqamətinə gedirdi. Qapısı çaşdıra bilmədi bu epizodda qalkiperi. İmamverdi məxsus zərbəsini endirir qalkiper. Bu zərbəni də dəf eləməyi bacarır. Alt yerini yetirirdi. Səlim istiqamətə ötürməyə Səlim. Rahmetli topu Səlim. İmamverdi də oynadı. Faik topu komandasına qazandırdı indi. Solcu ötürmə qoxma istiqamətinə qoxma. Aşıma da düşünür. Son anda qalkiper vaxtına qapısı tərk etmişdi. Bu zərbəni dəf eləməyi bacardı. Buradan zərbə Lezvirə komandası topu oynaya daxil etdi. Səlim İmamverdi oynayır. Sağ ötürməyə Baba. Səlim. Yenidən Baba. Yenidən topu Səlimə qaytarır. Səlim zərbəsini indirir. Top müdafiəçiyə deyərək. Qapının üzərindən meydanı tərk etdi. Korner. Baba korner yeni yetirdi. Top meydanda qalmadı. Maksud burada qaydanı pozdu Nizata qarşı. Dərmə zərbəsi yeni yetirəcək indi Velo komandası. İləri ötürməyə Bayram. Solcuna ötürməyə qoxmaz. Qapı qarşı ötürməyə zərbə gəldi Faikdən. Amma bu zərbə çərçivəyə tuş gəlmir. İmamverdi. Keçdi burada Nizata. İmamverdi qapı qarşı ötürməyə zərbə də gəlir. Son anda İlyas blok qoydu bu zərbəyə. Out. Time-out götürüldü. Time-outdan sonra yenidən görüşmək ümidi ilə. Eləlik deyirəm. Time-outdan sonra oyun yenidən hərəkətliyi qazandı. İləri ötürmə. Zərbə top müdafiəçiyə dəydi və meydanı tərk edir. Korner. Qapı doğru zərbə gəlir. Son anda qalkiper Tural Qorxmazın bu zərbəsini dəf eləməyi bacarır. Gözəl seyv etdi bu epizodda. İndi korner yeni yetirildi. Bayram. Sol zərbə Qorxmaz. Yasın bu ötürməsi biraz sürətlandı. Topu satmaq mümkün olmur. Altını yetirdi zirə komandası Həsən. Yaxşı keçdi Qorxmazı burada. Sən ara ötürməsi. İmamverdi istiqamətinə. Nizat topu uzaqlaşdırır. Kornerə göndərdi. Out yeni yetirildi Əskər. Döndük geriyə. Səlimlə oynadı. Həsən Əskəri gördü. Yenidən Həsən topladı. Səlim. Ötürməsi etdi Əskər. Yenidən Səlim zərbəsi indirir. Toru yandan sirkəliyir. Səlimin bu zərbəsi. Buradan zərbə ilə top oyuna indi daxil edildi. Uzun ötürməyi yazsan. Faik istiqamətinə amma Faik topu biraz səliqəsiz ram etdi və top meydanda qalmadı. Zirə komandası altdan top oyuna daxil etdi. Səlim. Uzun ötürmə. Qalkiper. Qapısını tərk etdi. Topu uzaqlaşdırdı. Top İmamverdi qaldı. İmamverdi zərbəsi indirir. Müdafiədə İlyas. İmkan vermədi. Out. Out yeni yetirildi. Piloğu zərbə top qapı üzərində meydandan çıxdı. Əskərin bu zərbəsi dəqiq alınmadı. Buradan zərbə ilə top oyuna daxil edildi. Zeynal təzyiq var İmamverdidən. Out. İmamverdidən meydanı tərk etmişdi Bayram. Topladı indi. Bayram solcuna ötürmə Qorxmaz. Qorxmaz zərbəsi indirir. Qapı dirəyi. Qapı dirəyi qolamanı olur. Qapı dirəyi bu dəfə Velor komandası məyus edir. Burada Maqsuda qarşı qayda pozulmuşdu. Hakim vərəqəsi ilə gəlir. Sarı vərəqə ilə cəzalandı Bayram bu epizodda.
Pit səsləndi Səlim. Ötürməsi dəqiq alınmadı. Sol ucuna Faiq istiqamətə ötürmə indi. Faiq. Top özünü çatdırdı top. İmamverdidə meydana tərk etdi. Out. Velor komandası outdan. Topuna daxil etdi. Geriyə ötürmə Bayram. Nizatla oynadı. Nizatla ötürməsi keçmədi. Top yenidən Zira komandasındadır. Həsən indi bax qapıya zərbəsi endirir. Top qapının üzərinə meydanı tərk etdi. Zərbə ilə topa daxil edildi. Zərbə gəlir son anda Zeynal. Bu zərbəni dəf eləməyi bacardı. Altın yetirdi. Maksuz zərbəsi. Uzaq 9-luq keçmişdi son anda. Top meydanı tərk etdi. Son toxunuş var qalkiperdən. Korner. Səlim qapı qarşısı ötürməyə qarşılandı müdafiədə. Zərbə gəlir və gol! Kənan! Kənan fərqləndi. Zira komandası. Hesab fərqini bir qədər də artırdı. 7-1 olur hesab. Alt yeni yetirildi. Səlim. Sənə düşündü, qorxmaz. Girməyə çalışdı araya. Top qorxmazdan meydanı tərk etdi. Alt yeni yetirildi dərhal. Elgün. Əskər oynadı. Əskər sol uzaqda. Kənanı görür. Kənan çəkdi sağına. İndi ötürməsini düşündü. Kesmədi Aydın. Topu qazandı. Aydın. Top özündə də Aydın onu. Aydın. İlerləməyə çalışıb Aydına qarşı qayda pozulub. Bayram indi cəmə dərbəsini yetirdi. Faiq keçdi bir rəqimi yoxdur. Qapıya dərbə düşünür top. Qapısı Turalda qaldı. Turalda Kənan oynadı. Kənan. Kesə bilmədi burada Aydın. Aydın. Qazanır topu Aydın'ın dərbəsini indirdi qapıya. Toruyandan sirkələdi. Aydın'ın bu zərbəsi. Buradan zərbə ilə indi uzun sürmə Kənan istiqamətinə. Kənan. Rüfət özünü çatdırdı. Out. Korner üzrə. Korner yerinə yetirildi Zira komandası. Həsən istədiyi kimi ayağı top oturmadı amma top qapıcı uzaqlaşdırdı. Out. Səlim indi outdan topu daxil etdi. Həsən oynadı. Geriyə ötürmə. Yenidən Həsən. Dərbəsini indirir top. Qalkiperdə qaldı. Yenidən topu qazanır Zira komandası. Səlim irəliyə ötürmə. Qorxmaz topu qazanır. Yenidən komandasına qazandırdı. Velo komandası hücuma çıxmağa çalışır. İndi Qorxmaz özü eləməyə çalışır. Faiq zərbəsini indirdi. Top qapının üzərindən meydandan çıxdı. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Uzun ötürmə Kənan istiqamətinə. Kənan topu səliqəli davam edir. Aydın amma topu ondan almağı bacardı. Aydın. Bayram sol uzun ötürmə. Qorxmaz. Aydın düşündü. Aydın yerdə olaraq zərbə indirməyi düşünür amma bu mümkün olmadı. Qarşı alındı. Yenidən Bayram topladı. Yeriyə ötürmə keçmədi. Elgün. Demədə səhvə yol verdi. Dərhal da topu daxil etdi qalkiper. Qorxmaz indi sağca ötürmə düşündü. Son anda Əskər. Bu ötürmən qarşısı kəsdi. Altı dərhal yeni yetirdi. Zərbə gəldi top Faiqə deyərək meydana tərk edir. Altı yeni yetirdi. Uzun ötürmə. Bayramda qaldı top. Bayram. Korner. Korner yeni yetirdi. Əskər qazanan topu əksümə çıxır Zira komandası. Elgün yenidən Əskər istiqamətə ötürmə. Əskər qapısını keçdi. Elgün zərbəsi endirir və gol! Kapitan yenə də baş roldadır.
Elgün komandasının 8-ci qoluna imza attı. Özünün də 5-ci qoluna imza atır bu maçda. Solcuna ötürməyə Qorxmaz. Qarşısında Əskər var. Qorxmaz. Zərbəsinə Babaya dəydi. Blok qoydu Baba bu epizodda. Out sağ zənətdə meydan rəqib aydı olan səsindən. Out yerinə yetirilir. Elgün. Yenidən Elgün topladı. Sağ ağzına ötürməsi. Baba var orada indi. Baba bayram kəssə onun qarşısına. Out. Out yerinə yetirildi. Qorxmazda meydanı tərk edir. Out. Zirə komandasının da. Aydın. Aydın zərbəsi top çərçivənin üzərindən meydanı tərk edir. Kapıdan zərbə ilə top oyuna daxil edildi. Topu uzaqlaşdırdı. Top Qorxmazda qalır indi. Qorxmaz. Qorxmaz irəliyə ötürmə düşündü, amma bu ötürmə qeyri-dəqiq alınır. Top birbaşa meydana səyək etdi. Qapıdan zərbə ilə top oyuna daxil edilir indi. Qorxmaz zərbəsi endir və gol! Qüvvətli zərbə ilə Qorxmaz. Topu sonra qovuşdurdu. Fürsətçini istifadə etdi burada. Qüvvətli zərbə ilə də topu Zirə komandasının qapısından keçirməyi bacardı. 8-2 oldu hesab bu qolla. Kənan zərbəsi top qaldı kiper. Zeynalda qaldı o da. Yanında Nicat oynadı. Aydın yaxşı keçdi Səlim orada. Aydın ötürməsi etdi Qorxmaza. Qorxmaz. Qapısını keçdi zərbəsini indirir. Son anda Tural, dirək və korner. Korner yerinə yetirildi Qorxmaz istiqamətinə. Qorxmaz. Soluna çəkdi Qorxmaz. Qapı qarşı ötürməyə top. Qapısı da meydanı tərk edir. Korner. Bu dəfə sol zanatdan. Korner yerinə yetirəcək. Beydor komandası. Türmə boşda zərbə gəlmədi. Sərbə təyin olunur. Təhlükəli oyun var idi, hakim bildirir bu epizodda. Kiper qapıdan zərbə ilə top oyuna daxil etdi indi. İmamverdə qalır top, İmamverdə. İmamverdə Baba ilə oynadı. Baba qapı qarşı ötürmə gəlir. Həsəndə qalır top indi. Qapıya doğru zərbə gəlir İmamverdidən top. Çərçivədən aralı keçdi. Dəqiq alınmadı bu zərbə. Oyun yenidən hərəkəti qazandı, qalıb küpə özünə ötürmə etdi. Bayram topu Səlim üçün saxladı bu epizodda. Həsən. Həsən indi ötürməsi etdi İmamverdiyə. İmamverdi. Rüfət imkan vermədi. Out. Zərbəyə blok gəldi Rüfətdən. Yenidən out sol zata. Meydan rəqib aydı olan səsindən.
Zirə komandası out yerinə yetirəcək. Yetirdilər artıq İmamverdi. Rüfət var qarşısında İmamverdinin. İmamverdi. Sağ altına ötürmə. Gəlmədi qapı qarşısına Aydın. Ötürməsi top. Meydana tərk etdi. Korner. Qapı qarşı ötürmə top qapıya dəydi və indi top uzaqlaşdırıldı. Rüfət altı yerinə yetirdi, uzun ötürmə. Top Səlimdə qalır, Səlim. Soldan ötürmə indi İmamverdi. Zərbə indirdi amma top qapısında qaldı. Qalçıpərdə. Bayram istiqamətin ötürməsini yetirdi dərhal Bayram. Baxır qapıya, zərbəsi indirdi. Top çərçivədən yan keçdi. Direğin dibindən top meydanı tərk etdi. Buradan zərbə ilə top oyuna daxil edilir. İmamverdi. Solca ötürməyə qapıya doğru zərbə və qol! Məqsud fərqləndi və bu qolla da kimin final fiti səslənir. Maç başa çatdı. Zirə komandası 9-2 hesabı ilə qələbə qazandı və 3 xal hesablarını yazdırdılar. Təbrik edirik Zirə komandasını. Növbəti oyunlarda hər iki komandaya doğrular arzulayırıq biz də. Röportajımız burada yekunlaşdırırıq. Növbəti oyunlarda yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.